FETÖ'nün 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhd zamanı və ondan əvvəl Prezident Rəcəb Tayyip Ərdoğana qarşı bir neçə dəfə sui-qəsd törətməyə cəhd etdiyi məlum olub. Telegraf xəbər verir ki, bu barədə Türkiyə qəzeti məlumat yayıb. Bildirilib ki, sui-qəsdlərdən birinin hərbi təlimlər zamanı törədilməsi planlaşdırılsa da, xüsusi xidmət orqanları şübhəli məqamlar aşkar etdikdən sonra Prezidentin həmin tədbirdə iştirakı ləğv olunub. Rəcəb Tayyip Ərdoğanın məhz Misir lideri Ənvər Sədatın qətlə yetirildiyi üsulla hərbi parad zamanı rəsmi tribunada və ya iştirakçılar arasında olduğu an silahlı hücumla aradan qaldırmaq planlaşdırılıb. Qeyd edək ki, 1981-ci il oktyabrın 6-sında Misir prezidenti Ənvər Sədat Qahirədə 1973-cü il müharibəsinin ildönümünə həsr olunmuş hərbi paradı izləyərkən paraddan keçən hərbi yük maşınından düşən radikal İslamçı hərbçilər tərəfindən avtomat və əl qumbaraları ilə atəşə tutularaq qətlə yetirilib. Bu sui-qəsdin əsas səbəbi Ənvər Sədatın 1978-ci ildə ABŞ-nin vasitəçiliyi ilə İsraillə imzaladığı Camp David sazişi və ölkə daxilindəki İslamçı müxalifətə qarşı həyata keçirdiyi təqiblər idi. Türkiyə liderinə qarşı növbəti sui-qəsd 2016-cı ilin iyulun 15-nə keçən gecə baş tutub. Lakin Ərdoğanın Marmarisdəki oteli vaxtında tərk etməsi nəticəsində bu plan da pozulub. Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş qanlı çevriliş cəhdi nəticəsində 253 nəfər həlak olub, 2000-dən çox şəxs yaralanıb. Qiyam yatırıldıqdan sonra yüz minlərlə şəxs işdən azad olunub və yüzlərlə qiyamçı ömürlük həbs cəzasına məhkum edilib.